أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا إن تنصروا الله ينصركم ويثبت أقدامكم صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr eləyək. Əziz möminlər, bildiyimiz kimi 8 noyabr bizim zəfər günümüzdür. Və bu bizim tariximizdə 30 ildən artıq və 30 il idi ki, işğal altında qalan ərazilərimizin azad olduğu gündür. Və həmçinin Şuşa günü elan olunub, Şuşanın azadlıq günü elan olunub. Və bu bizim üçün, xalqımız üçün çox əzəmətli bir gündür ki, bu günün bizlərə yaşadan əziz şəhidlərimiz idi ki, Allah onların ruhlarını şad eləsin. Və bu gözəl gün, gözəl bayram, zəfər bayramı ilk növbədə onların yaxınları, şəhid ailələrinin, şəhidlərin yaxınlarıdır ki, onlar üçün daha mübarək olsun. Və Allah an verək izzətinə, əzəmətinə, xalqımıza bir daha müharibə alovu göstərməsin inşallah. Və bu yolda nə zəhmət çəkiblər, əziyyət çəkiblər. İstər xaricdə, istər daxildə, hər bir cəhətdən canı ilə, malı ilə, zəhməti ilə, ön cəbhədə, arxa cəbhədə, informasiya vasitəsilə, dünyada təbliğat vasitəsilə, hər hansı bir vasitə ilə xidmət göstəriblər. Allah qəbul eləsin. Allah özlərin, əzizlərin salamat eləsin inşallah. Şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, hələ də müalicə alınan qazilərimiz var. Allah onlara da şəfayı, acil kəramət eləsin inşallah. Çünki insanın azad olmağı, insanın, belə deyək, qalibiyyətinin müəyyən şərtləri var. Mən istəyərdim ki, bugünkü söhbət mövzumuz bu yöndə olsun. Fərqi yoxdur, qalibiyyət insanın fərdi, nəfsani istəklərinə qalib gəlməsi olsun, yaxud da ki, cihad meydanında düşmənə qalib gəlməsi olsun. Hər ikisi insanın uğurudur, amma hər ikisinin şərtləri var. Bu şərtlər gerçəkləşməsə, qaliblik müəyyən olunmayacaq və insan qalib ola bilməyəcək. Ona görə əvvəldə oxuduğumuz ayədə Allah Teala buyurur: Ya eyyuhellezine amenu in tansurullaha yansurkum və yuthabbit aqdamakum. Buyurur, ey möminlər, ey iman gətirənlər, əgər Allaha kömək etsəniz, Allah da sizə kömək eləyəcək və sizləri sabit qədəm eləyəcək. Allaha kömək deyəndə məqsəd nədir? Yəni, Allahın ayinlərin icra eləyəsən, Allahın hökmlərin tətbiq eləyəsən. Buna deyərlər Allaha kömək. Allah özünə kömək hesab edir bunu. Bir insan bir nəfərə kömək eləyir və yaxud da ilahi bir şuarı yaşadırsa, o əslində Allah deyir, mənə kömək eləyir. Və həmən insana Allah kömək eləməyi öz öhdəsinə götürüb və özünə vacib eləyib. Bəzi işlər var, Allah buyurur ki, mən özümə bunu vacib eləmişəm. Quranda bəzi ifadələr var. Allah buyurur ki, mən özümə vacib eləmişəm bu işləri. Bu da həmin işlərdəndir ki, Allah Teala buyurur ki, siz əgər Allaha kömək etsəniz, Allaha, yəni Peyğəmbərinə, imamına, Allahın övliyalarına və yaxud da ki, özünüzə kömək etsəniz, özünüzə olunan köməyi Allah özünə kömək hesab edir. Və buyurur, bunun qarşılığı mənim tərəfimdən sizə dəstəyin və köməyin gəlməsidir. Və yusabbit əqdamakum və sizləri sabit qədəm eləyər. Mən ən çox dayanmaq istədiyim nöqtə və yusabbit əqdamakum məsələsindədir. Möhkəm dayanmaq, istiqamət, dözüm, səbir, təmkin.
Bu ən əhəmiyyətli bir məsələdir. İstər insanın fərdi həyatında baş versin, istər ictimai məsələlərdə, istər insanın nəfsi ilə olunan cihadda, istər düşmənlə döyüş meydanında insan əgər möhkəm olmasa, sabit qədəm olmasa, heç bir uğur əldə edə bilməz o insan. Heç bir müvəffəqiyyətə nail ola bilməz. İnsan ibadət eləyir. İbadətdə davamiyyət var. O davamiyyətdir. Deyir, alimlərdən biri var idi, başlamışdı elm öyrənməyə, hələ alim deyildi. Deyir, oxuyurdu, yaddaşına qəbul edəmirdi də, yadında saxlaya bilmirdi. Oxuyurdu, öyrənirdi, öyrənmək istəyirdi, zəhmət çəkirdi, əziyyət çəkirdi, amma öyrənə bilmirdi, yaddaşı zəif idi, yadında saxlaya bilmirdi. Deyir, günlərin bir günü əyləşib bir tərəfdə, görür bir yerdən, navalçadan su düşür düz daşın üzərinə. Damcı-damcı düşür. Düşdükcə və neçə vaxtdır ki, o su tökülür oradan, damcı-damcı düşür, o daşı ovub. Daşda öz yerin açıb. Fikirləşir, nəyə görə bəs o su kimi incə bir şey, daş kimi sərt və möhkəm bir şeyi əgər yara bilibsə, öhdəsindən gələ bilibsə, mən nəyə görə öyrənə bilməyim? Mənim zehnim nəyə görə kəsməsin? Mənim zehnim nəyə görə qəbul eləməsin? Və gedir əzm, iradə, möhkəmlik, istiqamət və davamiyyət. Bunlar öz yerini tapandan sonra İslamın görkəmli alimlərindən biri olur. Ki, dünya onun əsərləri hal-hazırda da oxunur, öyrənilir. Əslində o damcıların düşməsi, yağışın və yaxud da ki, hər hansı bir su damcısının düşməsi gücü yoxdur onun, təsiri yoxdur. Həmin o daşı dələn, daşı belə deyək, yaran həmən o damcılar deyil. O damcıların davamiyyətidir. Ardıcıl gəlməsidir, ardıcıl düşməsidir. Bu zaman görürsən o möhkəm sərt daşı belə ova bilir, ovmağa qadirdir. Ona görə Allah Teala buyurur və yusabbit aqdamakum və Allah sizlərin qədəmlərinizi möhkəm saxlayacaq. Yəni sabit qədəm eləyəcək sizləri. Əgər Allaha kömək etsəniz, əgər Allah yolunda çalışsanız, səy göstərsəniz. Buyurur, İnnellezîne qâlu rabbunallah thumma istaqamu tetenezzalu aleyhimul melaike. İman gətirdilər, o insanlar ki, iman gətirərlər. O insanlar ki, deyərlər, bizim Rəbbimiz Allahdır. Bu sözü deyərlər, thumma istaqamu. Sonra möhkəm dayanarlar. Demədi, deyərlər, bizim Rəbbimiz Allahdır, iman gətirənlər, onların məqamları filandır. Bunu demədi, bu heç yerdə deyilməyib bu söz. Biz iman gətirdik deməklə bizi üçün behişt hazır olmur. Biz Allahı qəbul eləyirik deməklə biz ali dərəcələrə yetişə bilmərik. Necə Allah özü buyurur, thumma istaqamu. Sonra o dediyinin üzərində möhkəm dayana. Möhkəm dayana. Necə dayana möhkəm? Əməli ilə dayana. Tətbiq eləyə. Dediklərinə uyğun şəkildə əməl eləyə. Bu əməl onun möhkəm dayanmağının göstəricisi olacaq. Görürsən, deyir, Allah Teala deyir, 5 dəfə namaz qıl. Sübh, zöhr, əsr, məğrib, işa. Bu 4-5 dənə namazı niyə ardıcıl və hər gün deyir elə? Yaxşı, Allahla danışmaqdırsa elə bir gün eləsin, həftədə bir dəfə, ayda bir dəfə, ya ildə bir dəfə. Deyir, yox, hər gün elə bunu. O davamiyyətdir səni ucaldan. O ardıcıllıqdır səni yüksəldən. O davamiyyət və istiqamət, möhkəmlik olmasa, sabit qədəmlik olmasa, sən ucala bilməyəcəksən. Sənin ibadətin nərdivan rolunu oynayır sənin həyatında. Səni hər biri bir pillədir. O pillələrlə sən çıxmalısan və sən yüksəlməlisən. Tarixdə baş verən hadisələrdən biri də var. Həzrəti İsmail əleyhissalamın dönəmində. İbrahim əleyhissalamın oğlu İsmail yox, o başqa. Ondan
neçə müddət sonra dünyaya gələn Bəni İsrail peyğəmbərlərindən birinin adı da həmçinin İsmail olub. İbri dilində ona Əşmuil deyirlər, amma ərəb dilində İsmail kimi təqdim olunur. Quranda adı yoxdur onun. İsmail olaraq adlandırılmır. Elə onların peyğəmbəri ifadəsi ilə gəlib. Onların əraziləri işğal olunmuşdu. Onların əzizləri əsir götürülmüşdü Bəni İsrailin. Həzrəti Yusuf əleyhissalamdan neçə müddət sonra, Həzrəti Musa əleyhissalamdan bir müddət sonra onların alçaltmışdı. Calut adında bir sərkərdə var idi. Bir zalım var idi. Hücum eləmişdi öz ordusu ilə. Bunların Bəni İsrailin ərazilərini işğal edib və adamlarının da bir qrupun, övladların əsir götürmüşdü. Bunlar da cana yığılıb. Gəldilər Quran buyurur, gəldilər öz peyğəmbərlərinin yanına. Öz peyğəmbərlərinə dedilər. O peyğəmbər də Həzrəti İsmail olub. İbrahim əleyhissalamın oğlu yox, dediyim kimi başqa bir İsmail peyğəmbər. Gəldilər öz peyğəmbərlərinin yanına, dedilər ki, bizim ərazilərimiz işğal olub, biz də cana yığılmışıq. Biz istəyirik gedək işğal olunmuş ərazilərimiz, əsir götürülənlərimizi azad eləyək. Bizim üçün bir rəhbər təyin elə, ordunun başında dayansın, biz gedək işğaldan azad eləyək, əsirlikdən qurtaraq öz insanlarımızı, əzizlərimizi. Həzrət İsmail əleyhissalam dedi, siz, mən qorxuram ki, siz yenə də dönüş çıxasınız. Öz əhdüzə, peymanınıza dönüş çıxasınız və vuruşmaqdan imtina eləyəsiniz, döyüş meydanında qaçasınız. Dedilər, yox, bizim ən əzizlərimiz əsir götürülüb və ərazilərimiz işğal olunub. Necə biz döyüş meydanından qaça bilərik? Həzrəti İsmail əleyhissalam dedi, ilahi, sən nə məsləhət görürsən, bir vəhiy nazil elə. Deyir, Allah Teala buyurdu ki, ey mənim peyğəmbərim, səbir elə. Bunlar Quran-ı Kərimdə Bəqərə surəsinin 250-ci, 51-ci ayələrinə qədər bir 6-7 ayədən ibarətdir ki, həmən hadisəni bizlərə nəql edir. Allah Teala buyurdu Həzrəti İsmail əleyhissalama, səbirli ol, bir nəfər gələcək sənin yanına, həmən o insanı onlara ordu başçısı təyin elə. Həm o elmlidir, həm də böyük cüssə və güc qüvvəyə malikdir. Həzrət İsmail gözləyir. Bir nəfər var idi, belə deyək, qonşu şəhərdə. Atası əkinçiliklə, maldarlıqla məşğul idi. Bunun öküzləri, mal-qarası qaçdı. Qaçdı, çıxdı, getdi. Bunun da oğlunun adı Talut idi, Talut. Tağut yox ha, Talut. Bu da getdi axtarmağa. Axtar gəldi Həzrəti İsmail əleyhissalamın olduğu şəhərə. Bir neçə nəfərlə. Dedilər da gəlmişik bura, Həzrəti İsmail əleyhissalamın şəhəridir bura. Bəlkə gedək onun yanına, o bizə desin də Allahla əlaqəsi var, vəhiy gəlir ona. İtirdiklərimizi onun vasitəsilə tapaq. Mən biraz qısa danışıram. Gəldilər Həzrəti İsmail əleyhissalamın yanına, çatanda Həzrət İsmaildən soruşdular, dedilər ki, biz belə itirmişik filan. Həzrət buyurdu ki, siz fikir verməyin. Allah onu ünvanına göndərib. Artıq o sənin atığın yaşadığı yerə, həmin o sahəsinə doğru hərəkət edir. Çatacaq malqarın orada. Sənin ondan işin olmasın. Amma Allah daha mühüm bir vəzifə sənə verib. Həmən şəxsin adı Talut deyirlər. Talut çox hündürboy, güclü, şücaətli olduğuna görə ona Talut adı verilib. Talut tul sözündəndir, yəni hündür, uca, uzun boy. Bu mənadadır. Deyir, Allah əgər veribsə bu vəzifəni, sevinclə, fəxrlə o vəzifəni öhdəsinə götürür. İndi Bəni İsrailə gələndə Bəni İsrail deyil, yox, biz Dünyaminin nəslindəndir. O, Həzrəti Yusufun qardaşlarından
Məsələn, Lavi var idi, nəslindən peyğəmbər çıxmışdı. Yusif peyğəmbər özü peyğəmbər idi, nəslindən peyğəmbər olmasa da övladlarından var idi və digər məsələn Yahudanın nəslindən var idi. Amma Bünyaminin Həzrəti Yusufun o ana bir qardaşı deyək də, həmin o Bünyamindən övladlarından peyğəmbər çıxmamışdı. Talut da onun nəslindən idi. Dedilər, yox, o elə bir şəxsin nəslindəndir ki, o nəsildən peyğəmbər çıxmayıb. Baxmayaraq ki, eyni köçdür, Həzrəti Yaqubun övladları da hamısı. Deyir, yox, Allah Taala əmr eləyib ki, ona itaat eləsiniz, siz müvəffəq olacaqsınız və qalibiyyət əldə edəcəksiniz. Hər halda uzun söhbətdən sonra bunlar qəbul elədilər. Qəbul elədilər və onda əhd sandığı var idi. Əvvəlki peyğəmbərlərin barəsində, onların əmanətləri, filanları Talutun əli ilə gətirildi ona, hansı ki, mələklər onu daşıyardı ki, onlar o ayrı bir mövzudur. O da onların Bəni İsrailin döyüş meydanında ən çox onları, belə deyək, təhrik eləyən, həvəsləndirən bayraq rolu oynayırdı həmin o əhd sandığı. O da Talutda olduğuna görə Həzrəti İsmail əleyhissalam dedi ki, bunun vasitəsilə siz əldə edə bilərsiniz qalibiyyət, qələbə. Gəldilər, Talut baxdı, gördü ki, bunlar süsdülər. Bunlar döyüşən oxşamırlar hamısı. Bunların içərisindən seçmək lazımdır, seçim eləmək lazımdır. Gəldilər bir çaya çatanda, Talut dedi ki, bu çayın suyundan çox cüzi miqdarda içə bilərsiniz, artıq içməyin. Çünki süst olacaqsınız, döyüşə bilməyəcəksiniz. Bir qrupdan başqa hamısı içdi o sudan. Və Həzrəti Talut da dedi ki, siz qayıdın həmən şəxslərə. Deyir, cəmi 313 nəfər nə qədər saydı ki, təqribən bu miqdar say qaldı Talutla birlikdə. Amma Allah buyurdu ki, siz qalib gələcəksiniz. Qarşı tərəfdə Calut idi adı ki, Quran Calut adlandırır. Onlar getdilər, Quran buyurur bu ifadə ilə Ləmma bərəzu li Calutə və cunudih qalu Rəbbənə əfriq aleyna səbra. Həmin o az bir dəstə, hansı ki ən xalisləri idi, ən yaxşıları idi, seçilmişləri idi, Talutla birlikdə döyüşə gedəndə, Calutla və ordusu ilə vuruşa gedəndə onlar Allahdan bir istək istədilər, dua elədilər. Mənim əslində bu hadisəni danışmağım həmin o duandakı məqsədi çatdırmaq idi. Buyurur ki, orada Allaha dedilər, Rəbbən Allah, əfriq aleyna səbra. Ey bizim Rəbbimiz, bizə səbr ver. Bizə səbr ver. Və səbbit əqdamena və bizi sabit qədəm elə, möhkəm elə, istiqamətli elə. Döyüş meydanında bizi şücaətli olmağımız üçün möhkəm dayanmalıyıq. Dayana bilməsi biz o şücaəti, o qalibiyyəti əldə eləyə bilmərik. Necə ki, bizim Şuşamızın fatihləri həmin o şücaəti və digər yerləri işğal altından azad eləyəndə həmin o ərazilərimizi, həmin o istiqamət, dözüm, möhkəmlik, səbr, təmkin və eyni zamanda o şücaəti, həmin o dözümün və istiqamətin, möhkəmliyin bahasına əldə elədilər. Və səbbit əqdamena və ensurna aləl qavmi kafirin. Və kafirlərin qarşısında bizi qalib elə. Fəhəzəmuhum biiznillah. Allah Teala buyurur 251-ci ayəsində, artıq sonuncu hissədə buyurur ki, Allahın izni ilə onlar qalib gəldilər. Calutu və Calutun ordusuna qalib gəldilər. Özdə o orduda bir nəfər var idi, az yaşlı idi, cavan idi. Az yaşlı yox, cavan idi, gənc idi. Calutu o öldürür, həmin o qarşı tərəfin, o zalim olan şəxsi o öldürür. O da bilirsiniz kim idi? Həzrəti Davud əleyhissalam. Davud peyğəmbər həmin o orduda bir əsgər idi. Ona görə deyirlər ki, Talut əslində peyğəmbər olub elə. Hansı ki, onu Allah ordu başçısı təyin elədi Bəni İsrailə. O Talut idi adı. O peyğəmbər olub, qarşı tərəfdəykə zalim isə Calut idi. Həzrəti Davud əleyhissalam Talutun ordusunda Calutu öldürdü. Və
məsələ xətm olundu və ərazilər azad olundu, əsirləri geri qaytardılar və qalib gələrək geri qayıtdılar. Allah Teala burada bir məsələni diqqətə çatdırır. Buyurur, mənim iznim və iradəmin olması şərtdir. Hər bir şeydə bu şərtdir, önəmlidir. Əgər qələbə qazanmaq istəyirsənsə, mənim icazəm olmalıdır, iznim olmalıdır. O yerlərdə ki, sən haqsan, mən orada izin verirəm, icazə verirəm. Əgər batil olsun sən, mən icazə verməyəcəm sənə. Və haqq olmaqdan əlavə müəyyən şərtlər lazımdır. Nizam, intizam qaydaları lazımdır. Və bundan əlavə dözüm lazımdır, möhkəmlik lazımdır. İnnellezîne qâlu rabbunallah thumma istaqamu tetenezzalu aleyhimul melaike. Onlar ki deyərlər, ey bizim Allahımız, bizim Rəbbimiz Allahdır, sonra möhkəm dayanarlar öz dediklərinin üzərində. Buna deyərlər mömin. Yox, əgər bir nəfər bir dəfə deyir ki, mən də möminəm, amma imanın təşviq elədiyi işlərin heç birindən əsər əlamət yoxdur. Ancaq öz məram və məqsədinə xidmət eləyə, buna heç yerdə mömin deməzlər. Və bu heç yerdə uğur qazana bilməz. Adi bir uşaq, adi bir şagird, adi bir tələbə belə. Görürsən, oxuyanda dərsin davamiyyəti olmasa, o möhkəmlik olmasa, səbir olmasa, təmkin olmasa, heç bir uğur əldə eləyə bilməyəcək. Ona görə Allah Teala buyurur, hər iki cihadda davamiyyət və istiqamət şərtdir, əhəmiyyətlidir və mühümdür. Hansı hər iki cihad, yəni nə? İnsanın bir var kiçik cihadı, döyüş meydanında, müharibədə olunan cihad. Bir də var insanın böyük cihadı, insanın nəfsi ilə olunan cihad. Günlərin bir günü Həzrəti Peyğəmbər salavatullah Bədir müharibəsindən qayıdır. Deyirlər, Bədir döyüşündə Həzrəti Peyğəmbərin cəmi 313 nəfərdən ibarət bir ordusu var idi. Qaydanda qalib gəlib qayıdır. Həzrəti Peyğəmbər salavatullah buyurdu ki, biz kiçik cihadın öhdəsindən gəldik, qaldı böyük cihad. Allah böyük cihadda bizə kömək olsun. Vaxtı ətrafında səhabələr insana qəribə gələr də bu, ey Allahın Peyğəmbəri, bu kiçik cihad, necə yəni kiçik cihad? 313 nəfəri 1000 nəfərlə vuruşmuşuq, qalib gəlmişik. O əziyyətlə, o zəhmətlə, o şücaətlə, o istiqamət, möhkəmlik və iradə, möhkəm iradə və dözümlə biz qələbəni əldə eləmişik. Allahın təbii ki, izni və köməyi hesabına. Necə ola bilər bu kiçik cihad adlandırırsan bunu? Ey Allahın Peyğəmbəri, bəs böyük cihad nədir? Həzrət buyurdu ki, bizim öz nəfsimizlə olunan cihad böyük cihaddır. Bu döyüş meydanında qələbə qazanmaq kiçik cihad hesab elədi Həzrəti Peyğəmbər salavatullah. Amma nəfslə mübarizə, onu da deyim, kiçik cihadı əldə eləmək üçün əvvəl böyük cihad olmalıdır içəridə. Nəfsüvə qalib gəlməsin, nəfs səni daim çəkindirər kiçik cihada getməkdən də. İnsan öz nəfsinə qalib gəlsin, nəfsi öldürməsin. Nəfs öldürülməməlidir. Nəfs idarə olunmalıdır. Nəfsin, belə deyək, idarəçiliyi səndə olmalıdır. Nəfs öldürülsə, onda insan dünyadan ləzzət ala bilməz. Dünyada heç bir iş görə bilməz. Dünyadan həzz ala bilməz. Allahın verdiyi gözəlliklərdən faydalana bilməz. Nəfs öldürülsə belə olar. Allah istəmir, nəfsi öldürəcəksənsə, Allah niyə vermişdi nəfsi sənə? Allah vermişdir ki, sən nəfsi idarə eləyəsən. Nəfs sənin himayəndə və ixtiyarında olmalıdır və ixtiyarında olduğu təqdirdə nəfslə birlikdə sən çox işlər görə bilərsən. Nəfsə sən çox işlər gördürə bilərsən, əgər onun idarəçiliyi sənin əlində olsa. Həzrət buyurdu ki, böyük cihad qaldı. Allah böyük cihadda bizə kömək olsun. Dedilər, ya Allahın Peyğəmbəri, bu nədir? Nəfsinlə cihad.
İnsan nəfsi ilə cihad eləməlidir, daim mübarizə aparmalıdır və ona qalib gəlməlidir. Allah Teala Quran-ı Kərimdə Fussilet surəsinin 30-31-ci ayələrində buyurur: İnnellezîne qâlu rabbunallah. O insanlar ki deyirlər Allah bizim Rəbbimiz yeganə olan Allahdır. Thummestaqamu, sonra öz dediklərinin üzərində möhkəm və sabit dayanırlar. Tətənəzzəlu aleyhimul mələikə, 5 dənə xüsusiyyət və üstünlük biz ona verərik həmən o insana. 5 dənə üstünlük verərik. O 5 üstünlüklərdən biri budur. Biri budur ki, Allah onlara dözümlülük verər, mələklər o insana nazil olar. Tətənəzzəlu aleyhimul mələikə. O insana mələklər nazil olar. Ayənin ardınca buyurur. Mələklər nazil olar, neyniyər? Mələklər peyğəmbərlərə nazil olub. Bunu unutmayaq. Allah bizim Rəbbimiz yeganə olan Allahdır deyib və dediklərinin üzərində möhkəm dayanan insanı peyğəmbərlə eyni məqamda gətirdi, qoydu. Dedi, necə ki peyğəmbərlərə mələk nazil olardı, ona da mələk nazil olar. Onu qoruyar. Əllə təxafu və la təhsənu. Aramlıq verər Allah o insana. Xatircəmlik verər o insana. Rahat yaşayar dünyada. Aram yaşayar. Narahatçılıq, nigarançılıq olmaz. Adam var, kiçik bir iş görəndə, böyük bir iş görəndə, dincələndə belə narahatdır. Yatanda narahatdır, duranda narahatdır, iş görəndə narahatdır. Gəzəndə, yiyəndə, içən. Nə eləyir bu insan narahatdır da? Bunun aramlığı yoxdur. Allah buyurur, bizim ona ikinci verdiyimiz ən ali dəyər onun aramlığıdır. Aramlıq olması insan rahat ola bilər dünyada. Yaşaya bilər, həzz ala bilər dünyada. Yox, arxayın, aram. İnsanın nəfsi aram olmasa, o insan heç bir nemətdən faydalana bilməz. Biz bəzən elə bilirik ki, dünya nemətlərin əldə eləməklə nəfs aram olur. İnsanın nəfsi doyumsuzdur. İnsanın nəfsi doyumsuzdur. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə deyir. İnsan təpədən dırnağa sən, arzu diləksən. Nəfsində doyumsuz, fəqət eşqində mələksən. Nəfsdə insan doyumsuzdur. Dünyanı əldə eləsə yenə doymayacaq. Elə artırdıqca artıracaq. Hədislər dünyanı bənzədir dəniz suyuna. Dəniz suyundan bir nəfər susuzluğu olsa, dəniz suyundan nə qədər içsə yenə onun susuzluğu çoxalacaq, artacaq. Çünki dənizin suyu şordur. Həmin o şor su insanı daha da susuz eləyəcək. Daha da susudacaq. Narahat eləyəcək. Amma o nəfsə doyumsuzluğu ona görə Allah verdi ki, o nəfs sənin ixtiyarında olduğu təqdirdə o gözəllikləri mənimsəyə bilər. Nəfsində doyumsuz, fəqət eşqində mələksən. Amma eşqində, ağlında, düşüncündə mələkdən də yüksəkdəsən sən. Eşqlə idarə elə o nəfsi, ağılla idarə elə o nəfsi. Zülmün üzünə haqq deyilən şilləni çəksən, şilləndə mühürlənmiş o qeyrətdədir Allah. Allahı kənar yerdə axtarma. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə deyirdi, Allahı hər yerdə axtarma. Allahı elə bütün gözəlliklərdə sən görə bilərsən. Yetər ki, sən onu görəsən, sən onu tapa biləsən. Görürsən, birinə aşiq olur, görürsən suyun üzündə onu görür. Səmaya baxır, öz eşqin görür. Divara baxır, onu görür. Daşa baxır, onu görür. Dağa baxır, onu görür. Bütün gözəllikləri unudur, yaddan çıxardır, öz eşqin görür. Həqiqi eşq buna deyərlər ki, o öz eşqin, aşiq olduğun görür. Ona görə rəhmətlidir, zülmün üzünə haqq deyilən şilləni çəksən, şilləndə möhürlənmiş o qeyrətdədir Allah. Həmin o qeyrətdə tapacaqsan Allah. Kənarı gəzməyə ehtiyac yoxdur. Ona görə Allah Teala buyurur ki, birinci onun dadına çatacaq, iman gətirdiyi Rəbbimiz Allahdır və dediyinin üzərində dayanacaqsa, sabit qədəm olacaqsa,
Birinci Allah buyurur, biz mələkləri nazil eləyərik ona. Daim onun köməyinə çatarlar. Daim təhlükədən onu amanda saxlayarlar. Daim onu qoruyarlar. Allah təxafu və la təhsənu və onlarda aramlıq olar. Dünyadan zövq ala bilərlər. Rahat yaşaya bilərlər. Ki Peyğəmbər salavatullah buyurur sizin dünyadan bir neçə şeyi mən bəyənmişəm. Hədisi demirəm. İnşallah bir dəfə qismət olar, uyğun gələr, deyərəm, uyğun olmadığına görə. Yəni, Peyğəmbər salavatullahın bu dünyadan bəyəndiyi gözəlliklər var. Onlar Peyğəmbərə xoş gəlir. Peyğəmbər dünyadan həzz ala bilirdi. Yaxşı, Peyğəmbər bəs niyə dünyadan həzz almaq istəyirdi? Dünyadan niyə ləzzət alırdı? Ən böyük ibadət eləyən o. Düşürdü səcdiyə, Ayşə xanım deyir, günlərin bir günü Həzrəti Peyğəmbər salavatullah mənim evimdəydi, Salman gəldi, onu namaza, sübh namazına getmək üçün çağırdı. Mən deyir, qalxdım, gördüm, Həzrəti Peyğəmbər salavatullahın göz yaşı gecə namazında sübhə qədər ibadət eləyir, göz yaşı bütün libasını isladıb. Göz yaşı bütün libasını istadıb. Salman dedi, mən də eşidirəm. Dedi, ey Allahın Peyğəmbəri, Allahın mərhəməti sənə ki nəsib olub, sən niyə ağlayırsan? Sən niyə nicaransan? Sən niyə bu göz yaşını tökürsən? Deyir, mən öz Rəbbimə şükür eləyən ləyaqəti bəndə olmayım. Allahın verdiyi gözəlliklərdən yararlan, istifadə elə və onun şükrün elə. Bunu Allah deyir. Bunu Allahın Peyğəmbəri Həzrət buyurur. Ona görə Allah Teala buyurur ki, insan dünyadan o zaman ləzzət ala bilər, həzz ala bilər, aramlıq tapa bilər dünyada. O dediyinin üstündə sabit qala, sabit qədəm ola. Və əbşiru bil cənnətilləti kuntum tu'adun. Buyurur, üçüncü ona verilən nemət budur ki, Allahın mələkləri ona müjdə verərlər. Deyərlər ki, bu həmin o sənə vəd olunan behişdir, cənnətdir ki, bu sənə müjdə olsun. Nəhnu əvliyaukum fil həyatid dunya və fil axirə. Dördüncü gözəllik, dördüncü xüsusiyyət budur, ayədə buyurulur. Allah Teala buyurur ki, mələklər onlara deyər, həmin o insanlar ki, dediklərinin üstündə sabit qədəmdirlər, sizə mən kömək eləyəcəm, biz kömək eləyəcək. Daim çətin halda, dünyada, axirətdə, bütün çətinlikdə, nə köməyə ehtiyacınız olsa, biz kömək eləyəcək sizə. Sizə biz kömək edəcəyik dünyada, axirət evində, qəbr əzabı, can vermə halı. O Allah Teala buyurur, həmin mələkləri biz təyin eləmişik, onlara tapşırmışıq. Və lakum fiha ma təştəhi anfusukum və lakum fiha ma təd'un. Buyurur, 5-ci xüsusiyyət budur ki, Allah onlara behişdə daxil eləyər və behişdə onların ürəkləri istəyən şeyi əldə eləyərlər. Nə istəsələr. Nə qəlbləri istəsə, nə ağılları istəsə, nə istəkləri olsa, hamısını biz onlara bəxş eləyərik. Ki, bu da Allahın həmən insanlara istiqamət verdiyi, dözümlü olduğu və deyir Allahdan bunu istəyin. Ki, ilahi, bizi sabit qədəm elə. Bizi eyni yolda, eyni istiqamətdə, haqq dində, haqq yolda sabit qədəm elə. Daim bunu öz Rəbbinizdən deyir, istəyin. Ki, bu bütün cihadlarda, istər nəfsdən olunan cihadlarda, istər döyüş meydanında olunan cihadlarda, bu Allahdan istənilsə, bu insana bəxş olunsa, Allah bu insana ən ali nemətlərin əta eləmiş şəxs kimidir ki, Allah bizləri sabit qədəm qərar versin.